Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin sədr müavini Musa Qasımlı, millət vəkili Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı Araz Əhmədov hesabat məruzəsi ilə çıxış eləyərək 2025-ci ildə rayonda görülmüş işlər, əldə olunmuş sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili olub. Aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi sabitlik möhkəmlənib, əhalinin rifah halı yüksəlib. Bu inkişaf Masallı rayonunda da geniş miqyaslı, abadlıq, quruculuq işlərinin aparılmasına, sosial infrastrukturun yaxşılaşdırılmasına imkan yaradıb. İclasda digər çıxış eləyənlər görülmüş işləri müsbət qiymətləndirərək qarşıdakı dövr üçün təkliflərini səsləndiriblər. Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflərdən bəhs eləyib, Masallıda gələcək dövrdə icra olunacaq əsas prioritet istiqamətləri diqqətə çatdırıb. Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Sonda rayonun ictimai, siyasi, mədəni, sosial-iqtisadi həyatında, eləcə də təhsil və səhiyyənin inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Pərvanə Əhməd qızı Eldəniz Qurbanov, Masallı.